Gəl, gəl, gəl. Salam, hörmətli izləyicilər, gəl. Sizə bir dənə ev çəkib göstərirəm, hörmətli izləyicilər. Belə evlər çox nadir halda düşür satışa. Nəyə görə? Keyfiyyətinə görə, həqiqi keyfiyyətinə görə. Mərdəkandayıq, mərkəzi yoldan düz 600 metr məsafədə spidometrdə baxmışıq. 7 sotun içində, 220 kvadrat. İndi deyərsiniz, nə keyfiyyət? Bir dənə baxın, bunu görüb, fasadı nədir? Keramika qranit, bütün ev, üstü monolit. Üstü monolit, monolit. Gəl. Maşın gördüyünüzdə girir. Aha, 2 dənə maşın girir. Burada həyətdə yay mətbəxi. Nə görürsünüzsə, hamısı keyfiyyətlidir. Bax, manqalı, mətbəx mebeli. Qiyməti 590 min aşağı yeri olacaq. Yəni, keyfiyyətli ev istəyənlər buyursun, gəlsin. Sənət qaydasında kupça çıxarışdır. Şəlaləyə bax, istirahət zonası. Ev ağıllı sistemdir, yəni şəhərdən idarə olunur. Qapı açmaq, bağlamaq, kombi qoşulmaq. Fasadını çəkdin, görsətdin. İstirahət güşə, otursan bura, atırsan, odundan burada dincəlirsən özünsün. Nətərdir? Gəl. Hovuzumuz. Basen. Həm də bax, şəlalə axır. 220 kvadrat metrdir. Tam ətraflı çək görsət. Hamısı keramikadır. Gedək otaqlarla tanış olaq. Deməli, 5 yataq otağıdır. 5 yataq otağı, bir qonaq otağı və mətbəxi. Otaqlar da böyük, geniş, qəşəng. Qapının ağırlığına baxırsan. Qapaq açılmır. Buyur, keç. Muzey. Bir dənə koridor hissəsini çək görsət. Hoppa, hörmətli izləyicilər, şərh bölməsində kommentarlarda yazın. Bax, dolab girişdə. Burada belə güzgü şkafçıqla. Yeni hardan girir, hardan çıxar, ev labirintdir. Labirintdir. Gəl birinci baxaq, bura. Bir dənə kartina çək. Bəli, təmiz kətan. Deməli, bura qonaq otağıdır. TV stendi. 590 min manat. Bura mətbəximizdir. Üstü monolit, aşağı monolit. Nə istəyirsiniz? Baxın. Yaxşısından qoyulub. Hamısı keyfiyyətlidir. Buyur. Bu birinci yataq otağı. Divar içi, bax belə dolab. 2 yarusdur. Çıxdıq yenə at olan hissəyə, yəni mərkəzi qapı. Deməli, qonaq otağımız, mətbəximiz burada, bir yataq otağımız burada. Bir yataq otağımıza baxdıq. Bura ümumi sanuzeldir. Bütün aksesuarlar, duş kabina. Deməli, bir yataq otağımıza baxdıq. Baxaq ikinci yataq otağına. Bu ikinci yataq otağı da buyur çək. Aboylarından tutmuş, hamısı bahalıdır. Gəl. Bu tavanını çəkirsən. Ulduz tavan, hörmətli izləyicilər. Yataq otağında. Qardirob, sanuzel. Buyur çək. Çəkdin. Yəni, keyfiyyətli ev istəyirsinizsə, zəng edin. Yeri də yaxşıdır. Asfaltdır qapısına kimi. Mərkəzi yoldan 600 metr məsafədir. Deməli, 3 yataq otağımıza baxdıq. Düzdür, 1, 2, 3. Sanuzela baxdıq. Giriş qapısı. İndi bura baxaq. Bura çamaşırxanadır. Polkalarından tutmuş, hamısı yığılır. Bax. Çək. Və sonuncu yataq otağı. Mən çaşdım, qaldım özü neçə yataq otağı idi. Bax, yataq otağı birində qardirobdur, birində də sanuzeldir.
Labirintdə ev çaşdım qaldım. 4 yataq otağı, bir qonaq otağı, sanuzellar, tavan hündürlüyü 3.60-dır. Yəni, yəqin ki, indi videoda görürsünüz ki, həqiqətən yəni, bu ev üçün pul buraxılıb. Qonaq otağımız, 4 yataq otağımız, mətbəxi, sanuzellar, otaqların içində çamaşırxanası, hər şeyi var idi. 590.000 manat. Sağ olun.